Bugün ağ xalatın arxasında gizlənən zəhmət, məsuliyyət və fədakarlıqdan danışacağıq. Gecə-gündüz demədən insanların sağlamlığı keşiyində duran tibb bacıları ilə birlikdəyik. Tibb işinin görünməyən tərəflərini, bu peşənin çətinlik və incəliklərini elə onların özündən öyrənəcəyik. Tibb bacısı, yəni şəfqət bacısı deməkdir. Xəstələrə şəfqət göstərmək, onlara hər zaman onların qayğısına qalmaq, hər çətin anlarında yanlarında olan fədakar insanlardır tibb bacıları. Demək, onlar çox xəstələr var ki, onları məsələn dərman müalicəsindən çox onlara yaxşı söz, səmimi söz deyək ki, bunlar ona daha çox təsir eləyir. Daha çox onlar müalicə tabi olurlar. Onlara şirin söz, qayğı, onların gözlərində yanan o alovu, sönmüş alovu biz onları dirildirik. Onlara yəni bu cürə rəğbət göstəririk, bu cürə hörmət göstəririk. Valla ən yaxşı məsəl uğurlarımız olub, qorxularımız, çətin günlərimiz olub. Mənim məsəl uğurlarım bir xəstəni ki, sağaldırıb evlərini, ailələrinə qovuşdururuqsa, bu bizim ən böyük uğurdur. Bildiyiniz kimi Mərkəzi Uşaq Xəstəxanasına gündə yüzlərlə xəstə müraciət eləyir. Xəstə tibb işçisindən qayğı, həssaslıq gözləyir deyiblər. Çünki mehriban nəvaziş xəstəyə dərmandan da güclü təsir göstərir. Bunu mən öz işimdə əsas götürürəm. 30 ilə yaxındır ki, Mərkəzi Uşaq Xəstəxanasının nevrologiya şöbəsində böyük tibb bacısı işləyirəm. İşlədiyim müddətdə yüzlərlə xəstənin müalicəsində mənim də əməyim az olmayıbdır. Xəstəxanaya gələn xəstə uşaqların sağlamlığı üçün var qüvvəmizi sərf edirik. Bilirik ki, hər bir uşaq ailənin sevinci, xalqımızın gələcəyidir. Odur ki, həkimin verdiyi bütün təyinatları vaxtı-vaxtında yerinə yetirməyə çalışırıq. Xəstələr sağalanda biz sevinirik. Ona görə ki, onların sağalmasında bizim də əməyimiz az olmayıbdır. Tibb bacısı olaraq əsas vəzifələrim xəstələrə düzgün qulluq etmək, onların qayğılarına qalmaqdır. Mən hər zaman bütün işlərim üzrə lazımi qaydalarla riayət etmişəm. 40 ildir bu peyvənd üzrə mən çalışıram. Biz də bu peşənin görünməyən tərəflərinə birlikdə işıq salmağa çalışdıq. Unutmayaq ki, sağlamlığımızın keşiyində duran qəhrəmanlardan biri də məhz tibb bacılarıdır.